Değerli izləyicilər, keçən il qəbul imtahana düşmüş suallardan biridir. Deməli, diqqət edin, bu ifadənin tamamı əslində düsturdur. Yəni sinus alfa kosinus beta çıxsın kosinus alfa sinus beta. Sinus alfa çıx betanın düsturudur. O zaman yaza bilərəm ki, sinus 7x çıxılsın 5x bərabərdir 2-də 1. Buradan alıram əslində sinus 2x bərabərdir 2-də 1. O zaman 2x'in özü bərabərdir. Sinus x bərabər a-nın həlli a müsbətsə, mənfi 1-in qüvvətində k arq sinus a, yəni 2-də 1 plus pi k. Yenidə yazıram 2x bərabərdir. Mənfi 1-in qüvvətində k arq sinus 2-də 1, yəni pi bölünsün 6 plus pi k. Hər tərəfi 2-yə böləcək olsam x bərabərdir. Mənfi 1-in qüvvətində k pi bölünsün 12 plus pi k bölünsün 2. Yəni doğru cavab A variantı.